إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهديه الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم انفعنا بما علمتنا وعلمنا ما ينفعنا وزدنا علما. Deməli, İmam Əz-Zəhəbinin Böyük Günahlar kitabından qalmışıq 21-ci günah. Böyük günahlardan 21-cisi Əs-səriqatu, oğurluq. Allah Teala buyurur Maide suresi 38. ayette وَالسَّارِقُ وَالسَّارِقَةُ فَاقْطَعُوا أَيْدِيَهُمَا جَزَاءً بِمَا كَسَبَا نَكَالًا مِنَ اللّٰهِ وَاللّٰهُ عَزِيزٌ حَكِيمٌ. Oğru kişi ve oğru qadının etdikləri əmələ, günaha cəza olaraq və Allah'tan bir ibrət, başqalarına ibrətamiz bir cəza olsun deyə əllərini kəsin. Həqiqətən Allah Teala məğlub edilməz güc qüvvət sahibi və hikmət sahibidir. Bu ayədə Allah Teala buyurur ki, oğru kişi və oğru qadın. Və oğurluq adətən kişilər tərəfindən olduğu üçün alimlər deyir ki, ola bilsin, yəni birinci kişinin zikr olunmasında hikmət də budur. Ki, oğru kişi və oğru qadının etdiyi əmələ, günaha cəza olaraq nəkələn minallah, nəkəl ibrətamiz cəzaya deyilir. Nəkəlun elə bir cəzadır ki, başqalarına ibrət olur. Və səriqdəki oğru da kimdir? Oğru o şəxsdir ki, malı, yəni başqasının hörmətli malını, başqasının hörmət etdiyi, dəyər verdiyi malı gizlicə mal sahibinin razı olmadan götürən şəxsdir. Və bu da böyük günahlardandır və çox pis cəzanı vacib edən günahlardandır. Və bu da insanın, oğurluq edənin sağ əli biləyindən kəsilir və əgər insan oğurluq edərsə, başqasının hörmət etdiyi, dəyər verdiyi malı gizlicə götürərsə, onun sağ əli biləyindən kəsilir və sonra qan damarları bağlanır, tutulur müəyyən üslublarla ki, qan axıdaraq ölməsin deyə. Lakin hədislərdə keçir ki, bu oğurluq miqdarı nə qədər olur ki, insanın əli kəsilir. Ayədə yoxdur ki, nə oğurlasa, oğurladığı şeyin miqdarı nə qədər olsa, məbləğ nə qədər olsa insan əli kəsilir. Ayədə, Quranda bu yoxdur, lakin hədislərdə bu keçir. Mütləq oğurlanan mal hirzindən oğurlanmalıdır. Yəni, saxlanıldığı yerdən. Və hər bir malın da özünün saxlanıldığı yer vardır. Adətən, hər malın özünün qorunub saxlanıldığı yer vardır. Məsələn, qızıl əşyaları qorunub saxlandığı yer vardır. Və yaxud da başqa hər hansı bir əşyanın özünün saxlanıldığı yer var. Və bu saxlanılan yerdən oğurlayarsa, əli kəsilir. Misal üçün, bir insan 10.000 məbləğində pul və yaxud da qızıl əşyaları
yolda daşın üstünə qoyub və sonra oradan götürülüb oğurlanıbsa, buna görə götürənin, oğruyanın əli kəsilmir, çünki saxlanıldığı, gizlənildiyi yerdən götürməmişdir. Və həmçinin oğurlanan malın miqdarı, nisabı dinarın 1/4 miqdarında olmalıdır. Bir dinarın 1/4 miqdarında olsa və yaxud da 3 dirhəm miqdarında və ya buna uyğun miqdarda olarsa, onda əli kəsilir. Və bu da hədislərdən götürülür. Çünki ayələrdə, yəni Quranda bunun nə miqdarı, nə də ki, haradan götürülməsi qeyd olunmamışdır. Və həmçinin bu hədislər, dəlillər bildirilir ki, dəyərsiz, yəni o mal ki, onun miqdarı, onun bir dəyəri yoxdur, buna görə əl kəsilmir. Və şəriətdə mütləq şəkildə bunun təyin olunan miqdarı olmalıdır ki, insanın əli kəsilsin. Və bununla da insanların malları qorunur. Əgər oğrunun əli kəsilirsə, insanların malı qorunur. Və həmçinin insanlar bu cinayətə addım atmaqdan çəkinir, ehtiyat edir, əlin kəsilmə qorxusundan. Və bu cinayət nə ilə törədilibsə, o bədən üzvü kəsilir. Və əgər oğru əli kəsildikdən sonra təkrar yenə də oğurluq edərsə, onda onun sol ayağı kəsilir. Və həmçinin alimlər buyurur ki, əgər təkrar yenidən oğurluq edərsə, onda sol əli kəsilir. Və bu da bir hökmdür, lakin tarixdə, İslam tarixində bu cür, yəni əli kəsiləndən sonra təkrar oğurluq edərək ayağı və yaxud da əli kəsilən tarixdə olmamışdır. Və hətta deyirlər ki, yenə təkrar oğurluq eləsə, onda digər əli kəsilir və yenə də və yaxud da oğurluq eləsə, alimlər buyurur ki, o həbs olunur, ölənə qədər həbsdən çıxmır, yəni ömürlük həbs olunur, çünki bu insan artıq fəsadı böyükdür, əli kəsilməyinə baxmayaraq yenə də o pis əmələ, o böyük günaha cürətli tərəfli gedir. Və Allah təala ayənin sonunda buyurur ki, Nəkələ minallah. Birinci buyurur, cəzəən bimə kəsəbə. Qazandıqları günaha cəza olaraq, yəni bu oğurluq edən insanın oğurluğuna cəza olaraq əli kəsilir və nəkələ minallah. Allahdan ibrətamiz bir cəza olaraq. Həm oğru insan çəkinir, qorxur və həmçinin başqaları da bundan qorxurlar. Biləndə ki, əli kəsiləcək, qorxurlar. Və Allah Resulü sallallahu aleyhi ve sellem hədisdə buyurur ki, Lə'anəllahu səriqə yəsriqul həblə fətuqta'u yəduhu. Allah oğruya lənət eləsin. Döyüşdə istifadə olunan hər hansı bir döyüş əşyasını oğurlayır və əli kəsilir. Və burada keçən əl-həbl sözü, yəni döyüş əşyasıdır. Döyüşdə istifadə olunur. Yəni bu da nədir? Başa keçirən dəbilqəyə lazım olan hər hansı bir əşyadır. Döyüşdə istifadə olunan. Və başqa hədisdə isə buyurur Allah Resulü sallallahu aleyhi ve sellem Ləv ənə Fatimətə bintə Muhammedin sərəqət ləqəta'tu yədəhə. Əgər Muhammedin qızı Fatimə oğurluq etsəydi, onun əlini kəsərdim. Hətta Allah Resulü sallallahu aleyhi ve sellem öz qızı haqqında belə buyurur. Və yenə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Lə yəzni zəni hin yəzni və hu mümin. Zinakar etdiyi halda mümin ola bilməz. Və lə yəsriqu səriqu hinə yəsriqu hu mümin. Oğurluq etdiyi vaxt mümin ola bilməz. وَلَكِنَ التَّوْبَةُ مَعْرُودَةٌ بَعْدُ. Lakin tövbə ərz olunur. Yəni insan nə qədər tövbə edərsə,
Günahları nə qədər olsa da belə tövbə onun üzünə açıqdır. Və tövbə hər kəsin üzünə açıqdır. Əgər insan peşman olar, etdiyi əmələ son qoyarsa, tövbəni Allah Teala qəbul edir. Əgər insan Allaha tərəf gedərsə, Allah Teala onun tövbəsini qəbul edir. Və yenə Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdur: Ələ innəmə hunnə arba'un. Bilin və diqqət edin ki, 4 şeydir ki, Allaha heç bir şey şərik qoşmayın. Allah Teala'nın öldürməsi haram etdiyi canı haqsız yerə öldürməyin, zina etməyin və oğurluq da eləməyin. Hansı ki, bunlar 4 şeydir. Allah Resulü sallallahu aleyhi ve sellem tövsiyə edir ki, birincisi Allaha heç bir şey şərik qoşmayın. Yəni, ibadəti xalis Allah üçün edin. Və digər üçü isə insan haqları ilə bağlıdır ki, Allah Teala'nın haram buyurduğu canını haqsız yerə öldürməyin, zina etməyin və bir də oğurluq da eləməyin. Və sonra müəllif deyir ki, وَلَا تَنْفَعُ السَّارِقَ تَوْبَتُهُ إِلَّا بِأَنْ يَرُدَّ مَا سَرِقَهُ. Və oğurluq edən insanın tövbəsi ona fayda verməz. Əgər oğurladığı şeyi geri sahibinə qaytarmasa, فَاِنْ كَانَ مُفْلِسًا تَحَلَّلَ مِنْ صَاحِبِ الْمَالِ. Əgər müflis, malı, mülkü olmayan birisidirsə, onda kimdən oğurluq edibsə ondan halallaşmalıdır, ondan halallıq almalıdır. 21-ci böyük günah yol kəsmək, quldurluq etmək. Allah Teala buyurur Məidə surəsi 33-cü ayədə: İnnəmə cəzəu'l-ləzîne yuharibûnəllâhe və rasûləhu və yəs'avnə fil-ardı fəsədən. Allaha və Rasuluna qarşı müharibə edənlərin və yer üzərində fəsad törədənlərin cəzası ən yuqattəlu əv yusallabu əv tuqatta'a aydihim və arjuluhum min xilaf. Yəni onlar ya öldürülürlər, ya çarmıxa çəkilirlər, yaxud əlləri və ayaqları çarpaz kəsilir, ya da yaşadıkları yerdən sürgün olunurlar, qovulurlar. Zəlikə ləhum xizyun fid-dunya. Bu onlar üçün dünyada rüsvayçılıq. Və ləhum fil-axirətə azabun azim. Axirətdə isə onlar üçün ağrılı bir, əzəmətli, böyük bir əzab vardır. Və bu ayədə Allah Teala buyurur ki, Allaha və Rasuluna qarşı müharibə edənlər, hansı ki, Allah və Rasuluna açıq-aşkar Allaha və Rasuluna qarşı çıxırlar və yer üzərində küfür, adam öldürmək, qarət etmək, yol kəsməklə fəsad törədirlər. Və təfsir alimləri deyir ki, məşhurdur odur ki, bu ayə yol kəsən quldurlar barəsində nazil olmuşdur. Hansı ki, onlar çöllərdə, yollarda, insanların getdikləri yollarda onların yolunu kəsirlər və insanların malını qəsb edirlər, öldürürlər, insanları qorxudurlar. Və belə olduqda insanlar da yola çıxmağa, səfərə çıxmağa qorxurlar, imtina edirlər. Və beləcə yollar kəsilir. Və Allah Teala buyurur ki, bunların cəzası onlara ibrətamiz bir cəza olaraq, onlara hədd tətbiq olunaraq, bu işlərdən, bu 4 cəzadan birisi olur. Və təfsir alimləri də ixtilaf ediblər ki, bu seçimləndirmir ki, hər bir yol kəsən qulduru, imam, dövlət başçısı və yaxud da onu əvəz edən, onun səlahiyyətli nümayəndəsi kimdirsə o, özü öz düşüncəsi ilə, məsləhətlə bu zikr olunanlardan birisini edir. Hansı ki, bu da ayənin ləfzinin zahiridir. Yoxsa onlara verilən cəza etdikləri cinayətin, günahın növünə uyğunmu olur? Və hər bir cəzanın, hər bir günahın, hər bir cərimənin də, hər cinayətin də özünə uyğun payı vardır. Necə ki, ayə buna dəlalət edir. Əgər onlar öldürərlərsə və insanlardan mal-mülk götürərlərsə,
onda onlar öldürülür ve çarmıxa çekilir. Ki insanlar arasında bu da məşhurlaşsın, onların səs sorağı yayılsın və başqaları da ibrət alaraq belə işlərə son qoysun. Yox, əgər öldürərlərsə və kiminsə malını götürməzlərsə, onda onlar da öldürülürlər. Əgər mal götürsələr və heç kəsi öldürməsələr, onda əlləri və ayaqları çarpaz kəsilir. Sağ əl, sol ayaq. Əgər insanları qorxutsalar, öldürməsələr, mal da götürməsələr, onda yaşadığı yerdən sürgün olunurlar. Və öz yaşadıkları yerlərində tərk olunmurlar. Nəhayət onların tövbəsi zahir olana qədər ki, zahirən tövbə etmələri aşkar görsənir. Hallarından, əməllərindən bəlli olur ki, bunlar səmimi tövbə ediblər. Və bu da İbn Abbasın və çox imamların görüşüdür bu ayə haqqında. Lakin alimlər arasında müəyyən ixtilaflar da vardır. Və Allah Teala ayədə buyurur ki, bu onlar üçün dünyada rüsvayçılıqdır, ahirətdə isə onlar üçün böyük, əzəmətli əzab vardır. Və bu ayənin sonu dəlildir ki, bu yəni yol kəsmək, quldurluq etmək, insanların yolunu kəsərək insanları qorxutmaq böyük günahlardandır. Dünyada rüsvayçılıq və ahirətdə də böyük əzabı gərəkdirən günahlardandır. Və kim də belə edərsə, insanların yolunu kəsər, insanları qorxudar, onların malını qarət edər, öldürər, bu cür cinayətlər edərsə, Allaha və Rəsuluna qarşı müharibə etmiş insandır. Və həmçinin alimlər deyir ki, bu günahın, bu cinayətin cəzası əgər belədirsə, bundan da bilinir ki, yer üzərini, yolları fəsad törədənlərdən, yol quldurlarından, cinayətkarlardan təmizləmək və yolları əminaman yollar etmək, ölümdən, qarətdən, insanları qorxutmaqdan əmin bir yer etmək ən böyük yaxşı əməllərdəndir, həsənətlərdəndir və uca ibadətlərdəndir. Çünki bu, yer üzərində islah etməkdir. Əksi isə yer üzərində fəsad törətməkdir. Və kim də yer üzərində islahla məşğul olursa, ki, küçələr, yollar, şəhərlər, ölkələr əminaman olsun, insanlar rahat bir yerdən başqa yerə səfər edə bilsinlər, kim bunun üçün çalışırsa, böyük, əzəmətli, xeyir əməl etmişdir. Böyük ibadət və əzəmətli bir itaətlə məşğul olmuşdur. Və sonra müəllif deyir ki, yəni sadəcə yol gedənləri qorxutmaq və insanların qəlbinə qorxu salmaq böyük günahdır. Sadəcə insanları, yəni yol gedənləri, müsafirləri qorxutmaq, müsafir əgər yol gedən insan qorxa-qorxa gedirsə kiminsə səbəbi ilə, sadəcə bu varsa artıq böyük günahdır. Və əgər mal qarət olunarsa necə və insanları yaralayarsa, öldürərsə, onda necə ola bilər? Və çox vaxtda deyir ki, bu cür əməl edənlər namazı tərk edən insanlar olur. Və götürdükləri malı günahlara, içki, zina və s. günahlara sərf edən, xərcləyən insanlardan olur. Və Allah Teala'dan istəyirəm ki, bizi eşitib yaxşısına tabi olanlardan etsin və Allah Teala bizi öz dinində sabit eləsin. Allah Teala bizim ölkəni və bütün müsəlman ölkələrini əmin-aman ölkələrdən etsin. Allah sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və atubu ileyk.